sonra öz dədə-baba ocaqlarına qovuşublar. İşğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri sürətlə davam edir. Böyük qayıdış proqramı çərçivəsində isə köç karvanları bir-birini əvəzləyir. Bu dəfəki köç karvanı ilə Xocavənd və Şuşa sakinləri yola salındı. O qədər sevincli, mənim yoldaşım da şəhid olub orada. Nə bilim, həm sevinirəm, həm kədərlənirəm ki, biz heç nəşimizi də ala bilməmişik. Şükür, indi yəqin ki, taparıq. Mən özüm 3 yaşımda çıxmışam Qala dərəsindən. İndi də geri qayıdıq inşallah. Atam, anam qayıdıb, indi mənə də ev veriblər. Mən də indi özüm qayıdıram ora. İnşallah yaxşı olar hər şey. Gözəldir, yaxşı olar inşallah. Təşkil edənlər sağ olsun, əziyyəti olanlar sağ olsun. Köçürüb, aparıb yerləşdirənlər. Belə gözəl hisslərdir əlbəttə ki. Şükür Allaha ki, vətənə qayıdırıq. Adam çox həyəcanlıdır, adam o ürəyindəkilərini ifadə eləyə bilmir. 25 yaşında çıxmışam, nəvələrimlə, övladlarımla bu gün vətənə qayıdırıq. Çox sevinçliyik, bunu yaşamaq lazımdır ki, o sevinci biləsin, belə sözlə ifadə olunmur. Atam, anam rəhmətə gedəndə mən ağlamamışdım. Orada o qədər ağladım ki, özümü yığışdıra bilmədim. İnşallah bugün o qədər sevinirik ki, özümüz də çox həyəcanlıyıq. Qurban demişəm evimə yığılım inşallah, qurban kəsərəm, qızımın toyunu eləyərəm inşallah. Allah bütün arzulara çatsın, biz də içində. Arzu eləyirəm ki, hamı öz yerinə, yurduna, torpağına qaysın inşallah. Hamıya can sağlığı arzulayıram. Çox gözəl, çox. Mən ilk dəfə getdim Xocavənd rayonunda, bir gün qaldım. Mən möcüzə kimi bir şey, nağıl kimi bir şey. 92-dən çıxan, bir də 26-cı ildə qayıtmaq. Nə deməkdir? Neçə illərdən sonra? 34. Hə, 34 ildən sonra öz vətənində yatmaq, durmaq, bu bambaşqa bir his idi. Bu mərhələdə Xocavənd rayonunun Güney Xırman kəndinə 72 nəfər olmaqla ümumilikdə 18 ailə, Quzey Xırman kəndinə 87 nəfər olmaqla 21 ailə, Şuşa rayonunun Kiçik Qala Dərəsi kəndinə isə 51 nəfər olmaqla ümumilikdə 15 ailə yola salındı. Vaşinqton və Ankara arasında hərbi siyasi münasibətlərdə yeni dövr başlayır.